Herkese salam. Bugün sizə möhtəşəm rəng, mükəmməl konsistensiyası ilə heyran edəcək tam təbii və dadlı alça sosu hazırlayırıq. Baxın, necə də gözəl axır. İlk növbədə təzə və bol sulu qırmızı alçalarımızı dərindən təmizləmək üçün suya qoyuruq. Onları bir-bir yaxşıca yuyuruq ki, heç bir kənar hissə qalmasın. Yuyulmuş alçaları birbaşa qazanımıza köçürürük. Üzərinə bir qədər su əlavə edib qapağını bağlayırıq və ocağa qoyuruq. Alçalar qaynamağa başlayanda içərisinə bir dilim limon atırıq. Bu həm gözəllik verəcək, həm də dadı balanslaşdıracaq. Alçalar tam yumşalana qədər arabir qarışdırırıq. Bişiririk. Yaxşıca yumşalmış ocaqdan götürüb süzgəcdən keçiririk. Qaşıq vasitəsilə əzərək onun bütün ləti və şirəsini süzülməsini təmin edirik. Tumları isə tamamilə ayırırıq. Siz istəsəz bu prosesi alçaları soyudub əlinizlə də edə bilərsiniz. Alınan hamurları yenidən qazana töküb ocağa yerləşdiririk və taxta qaşıqla davamlı qarışdırmağa davam edirik. Üzərinə kəf gələndə kəfkir vasitəsilə yığırıq. Rənginin tütləşməsini və necə gözəl qaynadığını görürsünüz. İndi isə bura zövqə görə şəkər tozu və duz əlavə edirik. Şəkər tam əriyəndə istədiyimiz parlaqlığı alana qədər qarışdırmağa davam edirik və budur alça sosum. Yəni turşumuz hazırdır. İpək kimi hamar, parlaq və super dadlı süfrələrinizdə əvəz olunmaz olacaq. Siz istərsəniz əgər resepti eyni bu qayda eləyib yalnız şəkər tozu töküb şirniyyatlarınızda da istifadə edə bilərsiniz. Videonu bəyənməyi və rəy bildirməyi unutmayın. Səhifəmi izləyərək mənə dəstək ola bilərsiniz. Hər gün videolarımdan xəbərdar olmaq üçün Instagramda eyni bu adla Leylanın mətbəxi səhifəsinə dəstək olaraq oradan məni izləyə bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.